deməli, ın şəkilçisini, yəni kalma, yoxsa feildən isim düzəldən leksik şəkilçi kimi, feildən feil düzəldən leksik şəkilçi olduğunu mu müəyyənləşdirəcəyik və yaxud da I4 variant şəkilçinin feildən isim düzəldən leksik şəkilçi, yoxsa ismin təsirli kalma, mənsubə şəkilçisi olduğunu vurgulayacaq. Bunları necə seçəcəyik uşaqlar? Yadınızda qalsın. Hansı şəkilçi sualın tərkibində varsa, o qrammatik şəkilçidir. Nə dedim uşaqlar? Hansı şəkilçi sualın tərkibində varsa, o necə şəkilçidir? Qrammatik şəkilçidir. Məsəl üçün, deyirəm ki, kitabda nə var? Yeni tapşırıq var. Yeni tapşırıq var. Tapşırıq var. Sual veririk. Sual verin görün. Nədə? Kim verir? Sualın tərkibində var mı bu şəkilçi? Varsa deməli bu nə şəkilçisiymiş? Qrammatik şəkilçi, yerli kal şəkilçi. Deyirəm ki, yazda o bizə gələcək. O bizə gələcək. Gələcək. Sual veririk. Nə vaxt, nə zaman? Nə vaxt? Nə zaman? Sualına cavab verir. Burada da şəkilçisi sualın tərkibində var mı? Xeyr. Deməli bu necə şəkilçiymiş? Leksik şəkilçi. Bax, bir də deyirəm uşaqlar. Şəkilçi əgər sualın tərkibində görsənirsə, səslənirsə, o necə şəkilçidir? Qrammatik şəkilçidir. Sözün tərkibində olsa da, sualın tərkibində olmadığı halda, o necə şəkilçiymiş? Leksik şəkilçiymiş. Kitabdan və yaxud da kitabdan söz götürdüm. Söz götürdüm. Sual verər. Bəli, nədən sualına cavab verirsə, deməli bu nəymiş uşaqlar? Qrammatik şəkilçidir. Sualın tərkibində var. Aydın